Tacir müəllim. Bilirsiniz ki, Tacir müəllimin oğlunun toyu oldu. Maraqlı toydu. Tacir müəllimi 2 gündür, 3 gündür demək olar gündəmdə saxlayıram. Tacir müəllim sizə görə məni təhqir ediblər ha. Hansı ki siz tələsik evdən həyətə enmisiniz, çəkiliş etmisiniz. Belə idman görkəmində, idman paltarında. Ay, nələr demədilər. Birinci izləyicilərimə deyirəm ki, o TV gəlibsə, televiziya gəlibsə, əgər o kadr, onlar görür ki, o kadr yaxşı kadr deyil də, onu götürüb oradan çıxartmalıydılar. O Tacir müəllimin günahı deyil. Tacir müəllim geyinib düşüb həyətdə. O nə bilsin ki, onun görkəmində hansısa bir nəsə ola bilər. İndi adamlar başladılar, sən xeyri ola taciri. Ay kişi bu neynəsin ki? Oğlun toyu olub, maraqlı toyu olub. Mən də baxdım o belə video görüntülərə. Hamı toydaydı, oxuyurdu, oynayırdı, pul salanlar, hədiyyə gətirənlər falan. Tacir müəllimin qız da desən yaxşı yerdən almısınız. Evləri falanları yaxşı idi. Qız desən mən belə baxdım ki, valideynləri Gədəbəy rayonundandır. Gədəbəylər də ki, maşallah qız sevən, quda sevən, qudalarını sevən. Rəqsanə də toydaydı. Deyir, gəlinə bahalı üzük hədiyyə edib Rəqsanə. Etsin də. Siz onun kiçik qızının toyuna gedib, bahalı bir üzük hədiyyə edərsiniz. Dünya borca borc dünyadır.